Yuxarı Gövhərağa və ya Şuşa Cümə məscidi Şuşa şəhərində tikilmiş ən qədim məsciddir. Gövhərağa Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısı idi. Şəki xanı Cəfərqulu xan Xoyskinin isə xanım olmuşdu. Məscidin inşası 4 mərhələdə həyata keçirilmişdi. İlk məscid Qarabağ xanlığının banisi Pənahəli xanın göstərişi ilə 1750-ci illərdə Qamışdan inşa edilmişdi. İbrahim Xəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə Qamışdan tikilmiş məscidin yerində daşdan yeni məscid inşa edilmişdi. 3-cü və 4-cü məscidin inşasında Gövhər ağanın böyük rolu olmuşdu. Onun maddi dəstəyi əsasında 19-cu əsrin birinci yarısında yararsız hala düşmüş məscidin yerində qoşa minarəli 3-cü məscid inşa edilmişdi. Nəhayət 1883-cü ildə Şuşanın 4-cü və sonuncu cümə məscidi inşa edilmişdi. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış 4-cü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi Kərbəlayı Səfixan Qarabağ idi. Yuxarı Gövhərağa məscidinin minarələrinin dekoru Mir Mövsüm Nəvvab tərəfindən işlənib hazırlanmışdı.